ilk dəfə sizin yanınızda indi balıq mövsümüdür. Balığın sümükdən çıxmağını, sümüyün təmizlənməyini. Çünki indi sümüklü balıq müştərinin tabağına gelmir. Əvvəllər daha çox olurdu, bütün qızarılırdı, yarı bölünürdü, amma indi müştərinin tayyakasının tabağında sümüksüz balıqlar olur. Müştərinin öz tərcihi belədir, restoranın səviyyəsindən də çox şey asılıdır. İndi biz onu sibasa hazırlayaq, levreyi hazırlayaq sizin yanınızda. İkinci balığımız somon balığıdır, bir el arasında qızıl balıq deyirlər. Lasos deyə bilərsiniz, somka deyə bilərsiniz, o farel deyə bilərsiniz. Hamısı eyni cinsli balıqlardandır, indi mövsümü olduğu üçün və restoranlarda daha çox satışına üstünlüyü verildiyi üçün bu balıqdan istifadə edəcəyik. Onun sozunu da sizin yanınızda hazırlayacağım. Qarneli də birinə qarğıdalı püresi ilə eləyəcəyik, birini də yaşıl noxud püresindən eləyəcəyik. Gələn dərsimizdə mən sizə batat püresi də eləyərəm. Adətən steykin, ətlərin yanında daha çox gedir bu qarnellər. Amma balığın da yanında istədim ki, sizə qeyri-adi bir şey eləyim. Məsələn, adi düyünü